Masallı rayonunun İstisu ərazisində fəaliyyət göstərən Ailə Sevinç Sanatoriyası ilə bağlı redaksiyamızın apardığı araşdırma yeni suallar ortaya çıxarıb. Əməkdaşlarımızın ərazidə müşahidə etdiyi antisanitar vəziyyət, parklanma adı altında vətəndaşlardan pul tələb olunması, ödənişlər zamanı fiskal çek təqdim edilməməsi barədə iddialar, tibbi xidmət göstərən kabinetlərin hüquqi statusu, ərazidəki tikinti konstruksiyalar və ağacların kəsilməsi ilə bağlı məlumatlar məsələnin hər tərəfli araşdırılmasını zəruri edir. Redaksiyamız qarşı tərəfin də mövqeyini öyrənmək məqsədi ilə əldə etdiyimiz əlaqə nömrələrinə suallar göndərib. Lakin həmin nömrələrdən verilən cavabda ərazinin İldırım bəyə məxsus olmadığı bildirilib və ağacların kəsilməsi ilə bağlı səsləndirilən iddialar inkar edilib. Qarşı tərəfin mövqeyini olduğu kimi təqdim edirik. Ancaq bura ildırımın deyil və ağac kəsilməyib deməklə digər suallar aradan qalxmır. Əksinə, ortaya daha ciddi sual çıxır. Əgər obyekt İldırım bəyə məxsus deyilsə, Ailə Sevinç Sanatoriyasının faktiki və hüquqi sahibi kimdir? Əraziyə, göstərilən xidmətlərə, yığılan ödənişlərə və sanitar vəziyyətə görə məsuliyyəti kim daşıyır? Bir obyekt fəaliyyət göstərirsə, vətəndaş qəbul edirsə, müxtəlif xidmətlər təklif edir və ödənişlər alırsa, onun hüquqi sahibinin və məsul şəxslərinin kimliyi qaranlıq qala bilməz. Əməkdaşlarımızın ərazidə müşahidə etdiyi ən ciddi məsələlərdən biri istisu vannaları və hovuzlarının vəziyyətidir. İnsanların sağlamlıq və müalicə məqsədi ilə istifadə etdiyi bəzi sahələrdə sanitar higiyenik vəziyyətin son dərəcə acınacaqlı olduğu müşahidə edilib. Əməkdaşlarımızın qiymətləndirməsinə görə bəzi yerlərdə antisanitariya artıq pik həddə çatıb. Belə olan halda sual olunur: bu vannaları kim təmizləyir? Hovuz və vannalar hansı dövrlüklə dezinfeksiya edilir? Suyun laboratoriya analizləri aparılırmı? Aparılırsa nəticələr haradadır? İnsanların istifadə etdiyi suyun təhlükəsizliyinə hansı qurum və hansı məsul şəxs zəmanət verir? İstisuya gələn insan pulunu ödəyib sağlamlıq xidməti aldığını düşünürsə, qarşılığında elementar sanitariya və təhlükəsizlik tələb etmək onun ən təbii haqqıdır. Digər ciddi məsələ parklanma adı altında pul tələb olunması ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, ərazidə avtomobillərin saxlanılmasına görə vətəndaşlardan ödəniş tələb olunur. Burada əsas məsələ pulun məbləğindən daha çox onun hansı hüquqi əsasla alınması və fiskal uçotunun aparılıb-aparılmamasıdır. Əgər bu rəsmi parklanmadırsa, onu kim idarə edir? Tarifi kim müəyyənləşdirib? Pul hansı hüquqi şəxsin kassasına daxil olur? Vətəndaşa fiskal çek niyə təqdim edilmir? Gün ərzində yığılan vəsait harada uçota alınır? Əgər hər şey qanunidirsə, bunun cavabı sənədlərlə çox asan şəkildə ortaya qoyula bilər. Parklanmanı idarə edən subyekt açıqlansın, tarif sənədi göstərilsin, kassa və fiskal çek sistemi təqdim edilsin. Redaksiyamızın diqqət çəkdiyi digər məsələ Ailə Sevinç Sanatoriyasının ərazisində tibbi xidmət və müalicə təəssüratı yaradan müxtəlif kabinetlərin fəaliyyətidir. Burada çalışan həkimlər kimlərdir? İxtisasları nədir? Hansı sənədlər əsasında sanatoriyada fəaliyyət göstərirlər? Tibbi personalın əmək münasibətləri rəsmiləşdirilibmi? Onların müvafiq peşə və ixtisas sənədləri mövcuddurmu? Ən əsası, Ailə Sevinç Sanatoriyasında konkret olaraq hansı tibbi xidmətlərin göstərilməsinə icazə verilib? Əgər vətəndaşlardan müalicə adı altında ödəniş alınırsa, həmin fəaliyyətin hüquqi əsası ictimaiyyətə açıq şəkildə göstərilməlidir. İnsan sağlamlığından söhbət gedən yerdə kim işləyir, hansı sənədlə işləyir sualı cavabsız qala bilməz. Ağacların kəsilməsi məsələsinə gəldikdə isə qarşı tərəf bunu inkar edir. Redaksiyamız həmin mövqeyi dərc etməyi jurnalistikanın balans prinsipi baxımından vacib hesab edir. Lakin iddianın inkar edilməsi onun araşdırılmasına mane ola bilməz. Əgər ərazidə heç bir qanunsuz ağac kəsintisi aparılmayıbsa, aidiyyəti ekoloji qurumların yerində araşdırması bunu təsdiq edə bilər. Ərazidə ağacların vəziyyəti yoxlanılsın, mümkün kəsinti yerləri araşdırılsın və iaşə obyektlərində istifadə olunan oduncağın mənşəyi müəyyənləşdirilsin. Kəsilməyib demək bir mövqeydir. Dövlət qurumunun yerində yoxlaması isə məsələyə rəsmi aydınlıq gətirə bilər. Eyni zamanda ərazidə müşahidə olunan müxtəlif tikinti və konstruksiyaların hansı sənədlər əsasında qurulduğu da açıq qalır. İstisu kimi meşəlik və mürəkkəb relyefə malik ərazidə aparılan hər bir tikinti təhlükəsizlik, torpaq təyinatı və ekoloji tələblər baxımından xüsusi diqqət tələb edir. Bu tikililərin icazələri varmı? Torpağın hüquqi statusu nədir? Konstruksiyaların təhlükəsizliyi yoxlanılıbmı? Aidiyyəti dövlət qurumları ərazidə sonuncu dəfə nə vaxt monitorinq aparıblar? Bütün bunlardan sonra məsələ bir nəfərin adına bağlanacaq qədər sadə görünmür. Əgər redaksiyaya cavab verən şəxslərin dediyi kimi, bura ildırımın deyilsə, onda kimindir? Obyektin hüquqi sahibi kimdir? Sanatoriyanın rəhbəri kimdir? Parklanmadan yığılan pullara kim cavabdehdir? Sanitar vəziyyətə kim nəzarət edir? Tibbi kabinetlərin fəaliyyətinə görə məsul şəxs kimdir? Ərazidə aparılan tikintilərin sifarişçisi kimdir? Bütün bu sualların hər birinin konkret və sənədlə təsdiq olunan cavabı olmalıdır. Masallı rayon icra hakimiyyəti, səhiyyə və sanitariya sahəsinə cavabdeh qurumlar, vergi orqanları, ekoloji nəzarət strukturları və tikintiyə nəzarət edən aidiyyəti dövlət qurumları istisuda mövcud vəziyyətə aydınlıq gətirməlidirlər. İstisu nəzarətsiz zona deyil. Burada pul yığılırsa uçotu olmalıdır. Parklanma xidməti göstərilirsə hüquqi əsası olmalıdır. Tibbi xidmət göstərilirsə müvafiq sənədləri və ixtisaslı personalı
qorunmalı olmalıdır. Vanna və hovuzlardan insanlar istifadə edirsə, sanitar təhlükəsizlik təmin edilməlidir. Tikinti aparılırsa, icazəsi olmalıdır. Ağacların kəsilməsi barədə iddia varsa, məsələ yerində və obyektiv şəkildə araşdırılmalıdır. Redaksiyamız qarşı tərəfin ərazi İldirim bəyə məxsus deyil və ağaclar kəsilmədi barədə mövqeyini təqdim etməklə yanaşı, digər suallarımıza da konkret və sənədlə əsaslandırılmış cavab gözləyir. Əgər istisuda hər şey qanunidirsə, bunu sübut etmək çətin olmamalıdır. Bəs sənədlər və konkret cavablar haradadır? Araşdırmamız davam edir.